Lazım olub canlı açıb TikTok vasitəsilə demişəm ki, Ofeliya, sən belə eləmsən, sən elə eləmsən. Amma mən heç vaxt Ofeliyanın dalıca danışmamışam. Qaldı ki, Ofeliyanın şəxsiyyətinə heç vaxt toxunmamışam. Ailəsinə heç vaxt toxunmamışam. Mənliyinə, layiqətinə, tərbiyəsinə heç vaxt toxunmamışam. Mən Ofeliya ilə sağlam rəqabət aparmışam. Mən Ofeliya ilə sağlam rəqabət aparmışam. Yaşa düşürsünüz? Mənim onunla... Bu niyə düşür? Ben bağlaya bilmədim. Mənim onunla davam dost davası idi ki, Ofeliya niyə mənə xəyanət elədi? Bir adam qabağa gəlmədi ki, ay qız, 18 ildir, 19 ildir sən Ofeliya ilə dostluq eləyirsiniz. Gəlin sizi barışdıraq. Bəli, dəfələrlə olub qonşu efirlərdə istəyiblər Ofeliya ilə bizi bir salsınlar. Nəsə alınmayıb, ya mən ürəyə qəlbi qırılmışdım ondan. Deyirdim, yox istəmirəm. Ancaq mən əlbəttə ki, yox deyəcəm. Heç kim qabağa gəlib Ofeliya ilə bizi barışdırmadı. Nabrod ondan ona söz gəzdirdilər, bundan buna söz gəzdirdilər. Çox sağ ol Enar Xəlilov, təşəkkür edirəm. Bundan buna söz gəzdirdilər, ondan ona söz. Biri qabağa gəlib bizi barışdırmadı. Biz bir-birimizi qırdıq, batırdıq, abrımız gedəndən sonra bizi barışdırdılar. O da Yalçın Uğur'a buradan təşəkkürümü bildirirəm. Sağ olsun ki, yəni bizi barışdırdı. Bizi barışdırmaq lazım idi. Bəli, biz 5 gün, 3 günün tanışı deyil, yaxı biz illərin dostu olmuşuq. Yəni bu qədər. Zəng eləyirlər, Ofeliya belə dedi. Zəng eləyirlər, Ofeliya deyirlər, Kəmalə canlı yayımda belə dedi, gördün. Mən Ofeliyanın dalıca danışmıram ki, canlı açıb danışmışam, ömrü boyu. Sözüm olub, zəng eləmişəm, yoldaşı açıb telefonu. Demişəm, Ceyhun filan. Ofeliya mənlə danışmadığına görə, mən zəng elirdim, telefonu Ceyhun açırdı. Çünki mən Ofeliya ilə danışmırdım. Zəng elirdim, deydim, Ceyhun, Ofeliya deyirəm, filan şey, ha, bax belə. Nə də sözüm olurdu, Ofeliyanın danışmadığıma görə, ona sifəza çıxa bilmirdim də, danışmırdım, küsülüydü. Canlı açıb TikTok vasitəsilə dedim, Ofeliya sən belə elədin, elə elə. Mən heç vaxt Ofeliyanın dalıca danışmamışam. Nə tolik salmışsınız burada? Nə sözümüz var, gedin Tolik'in səhifəsi də var, nömrəsi də var, özünə deyin. Tolik bilər, mən bilərəm. Mən görürsünüz bir dəfə də bu efir söhbəti ilə bizim problemimiz olmuşdu Tolik'la. Mən açıqlamalarımda birində dedim ki, mən Tolik'i tanıyıram. Yəni Tolik indi olur da incelirik, küsürük. İndi Tolik da bizdən nədən küsüb, nədən incib bilmirəm. Yəni mən Tolik'lə sifəza çıxmamışam, danışmamışam. Mən yenə də deyirəm, Tolik indi ola bilir, hissənir, nəsə deyir, ancaq mən yenə də deyirəm. Tolik nə var dilindədir, Tolik'in ürəyində heç nə yoxdur bizə qarşı. İnsandır da, indi hisslədir, nəsə deyir, nəsə olur. Bəli, mən Tolik'i də haqq qazandırıram burada. Mən Tolik'i də haqq qazandırıram ki, yəni o Fərəhin dediyi o söz biraz yanlış söz idi. Ancaq mən yenə də deyirəm, mən burada açıqlama verirəm, o efirdə mən olmuşam. Fərəh orada dedi ki, bax, buradaki xanımlar eşitsin. O demədi, Azərbaycan xanımları eşitsin, Azərbaycan xalqı eşitsin. Özdə buradaki xanımlar dedi, bir dənə videoya diqqətlə qulaq alsın. O öpüşəcəmdə danışmadı. Başa düşürsünüz? O öpüşü Azərbaycan xalqına desəydi, mən də çıxıb üzr istəyərdim Azərbaycan xalqından. İnanın ki, onu eləyən qızam. Əgər bilsəm ki, səhv danışılıb, orada Azərbaycan xalqının xətrinə deyilibsə, nəsə yanlış danışılıbsa, mən də bu xalqda yaşayıram. Mən də bu cəmiyyətin qızıyam, mən də bu elin qızıyam. Erməni deyirəm, xalqımı çox sevirəm. Xalqıma hörmət eləyirəm. Bəli, məni istəməyənlər çoxdur, məni daşqalaq eləyənlər çoxdur, qəlbimi qıranlar çoxdur, xətrimə deyənlər çoxdur. Aləmdən belə söz atmışsınız, qəlbimi qırmışsınız, mənə nələr demişsiniz. Ancaq bir vizə TikTok açıb bir dənə ağır söz deməmişəm. Bəlkə demişəm, bəlkə kimisə söymüşəm bugünə qədər, kimisə şərəfinə toxunmuşam, kiməsə nəsə alçaldıcı söz demişəm, heç vaxt qətiyyən. Heç vaxt, onda həmən günə Allah mənə ölüm versin. Görün nə deyirəm sizə. Mən yenə də deyirəm, əgər bizim Azərbaycan xalqına bir səhvimiz olsa, mən də çıxıb üzr istəyərəm. Onu eləyərəm. Borcumdur. Əgər səhv danışmışamsa, dilimi saxlaya bilməmişəmsə, mən üzr istəməyi də bacarmalıyam. Ancaq mən yenə də deyirəm, burada
məclisdə olan xanımlardan söhbət gedib. Oradakı bir neçə xanımlar var idi ki, TikTokda canlı açıb Kəmalə Günəşli filan 5 mekan o bir ara yayılmışdı da TikToklarda görürdüm dalımca. Həmən xanımlar orada olduğu üçün Fərəh fürsətdən istifadə edib dadan sözünü dedi orada. Yəni oradakı xanımlar da belə baxdılar, cürət eləyib ayağa durub gəlib deyə bilmədilər ki, Fərəh başa düşmədim bu nə danışıqdır. Çünki onlar bildilər ki, o sözlər onlara deyilir. Başa düşdünüz nə deyirəm sizə? Yəni yanlış anlaşılma var. Bilmirəm videoya necə baxmısınız, hardan baxmısınız, ortadan baxmısınız, axırdan başlamısınız. Bax, bir dənə Fərəhin videosuna başdan ayağa axıracan baxın, onda görəcəksiniz mən nə deyirəm. Və Fərəh orada deyib, buradakı xanımlar da eşitsin. Buradakı deməyib Azərbaycan xalqı eşitsin. Deyib, buradakı xanımlar eşitsin. Yəni belə olub bu. Mən o xanımların adını çəkmək istəmirəm. Vaxtı ki o xanımlar, siz mən yenə dedirəm, sağlam rəqabət aparmaq lazım. Şəxsən mənim Ofeliya ilə qalmaqalım oldu. Mən Ofeliya ilə sağlam qalmaqal apardım. Sağlam. Bilsən, deyir, dalaşanda da sağlam dalaşmalısan. Rəqabət aparanda da sağlam rəqabət aparmaq lazımdır. İnsanlar var bir-biri ilə, bu sırğaları niyə mən bağlaya bilmirəm, dırnağım qoyum. İnsanlar var bir-birləri ilə, bir-birini alçadırlar, təhqir eləyirlər, nə bilim, çox belə iğrənc şəkildə bir-birindən rəqabət aparırlar. Ancaq mən Ofeliya ilə sağlam rəqabət apardım. Sağlam rəqabət apardım mən bu insanla. Heç düşünmürdüm, sabah onunla barışacağım, üz-üzə gələcəm. Yəni o insanla barışmaq haqqında heç düşünməmişəm. Ki mən sabah onunla barışacağım, ehtiyatlı danışım. Xeyr, heç yatsam yuxuma gəlməz ki, bizi barışdırarlar. Düzdür, ürəyimdə hardasa darıxırdım onun üçün, mənə pis təsir edirdi, hər dəfə özümə yer tapa bilmirdim, dərdimi kimə deyim, TikTok açıb, TikTok vasitəsilə dedim, Ofeliya, sən belə elə, mən yandırır axı. Yəni 18 illik birdən-birə mən arxadan vurmaq yox, yəni hardasa da necə Allah şeytandan elə, mən bu barədə danışmaq istəmirəm. Ofeliya ilə barışmışıq, hər şey əlvərki kimidir, hətta əlvərkindən də qəşəyindir. Yəni demək istəyirəm ki, mən Ofeliya ilə sağlam rəqabət aparmışam. Sağlam. Ona deməmişəm, az filan. Ya, yenə deyirəm, şəxsiyyətinə, ailəsinə, uzadı heç nə deməmişəm. Mənim oyuna ədavətim dostluq ədavət olub. O da qurtardı, getdi. İndi də Fərəh teması gəldi ortaya. Yazıq sənə Fərəh bir kəlmə sözdür, o da yanlış anlaşıldı. O başlığı düz başlamadı o. O başlığı hardasa düz başlamadı, ancaq mən yenə də deyirəm. Fərəh orada Azərbaycan xalqına səslənməyib. Buradakı xanımları eşitsin hamı. Yəni, vaxtı ikən orada oturan bir neçə xanımlar Kəmalənin dalıca danışırdınız. İndi oturmuşsunuz Kəmalə girib içəri belə. Yəni, buradadır. Duxum var, gəl üzünə dinə. Heç biri oradakı xanımlardan durub Fərəhə biri deyə bilmədi ki, sən nə danışırsan, o nə danışıqdır. Biz siz niyə deyə bilmədilər? Çünki səhv idilər. Çünki bilirdilər ki, Fərəh sözü onlara deyir. Onlar qoxdu oturdu orada. Heç biri, ona görə o deyir, monitor şirrəri, monitor arxasında olan şirrər. TikTok açıb çəkməyə nə var ki, mən də deyirəm, filan kes belə oldu, filan kes elə oldu. Ancaq dedilər, qabağında da dayanmadılar. Mənim məclisdə gördülər, belə əsdilər ki, Kəmalə buradadır, görəsən nə olar? Fərəh də başına döndüyüm, gözünü yumdu, ağzını açdı ki, yəni buradakı xanımlar var, Kəmalə Günəşli buradadır. Sözünüz var, durun deyin. Başa düşdünüz? Yəni belənçiyinə. Tolik cavab gözür. Baxın, mənim Tolik'a nəsə sözüm olsa, Tolikin məndə nömrəsi də var. Allaha şükür, Toliklə münasibətimiz də yaxşıdır. Nə Toliklə biz qırışmamışaq, bir-birimizə tərbiyəsizlik eləməmişik. Mən yenə də deyirəm. Tolikin xətri mənim üçün bir ayrıdır. İndi Tolik olur, arada əsəbləşir, hamıya sözünü deyir. Nəsə olanda efir vasitəsilə deyir, filan kes belə elədi, filan kes elə elədi. Aşağı düşdüyün necədir? Mən yenə dedirəm, Tolikin nə var dilindədir. Tolik pis insan deyil, onun ürəyini mən bilirəm. Mən onun ürəyini mən bilirəm. Qaldı ki, burada Tolik deyirsiniz. Tolik belə dedi, Tolik elə dedi. Mən yaxşı baxıram, yaxşı izləmişəm Tolik haqqında. Kim mənim haqqda nə danışır? Mən ona diqqətlə qulaq asıram. Və hər kəlməsində, hər sözündə nəticə çıxardıram. İnanın səmimiyyətimə.
Tolikdir. İndi elə danışıb, yəqin nəsə bir bildiyi var. Toliklə sabah zəng eləyib, əlaqə saxlayıb danışaram. Mən yenə də deyirəm, mənim nəsə sözüm olsa, Tolikun nömrəsi var, dalaşmamışıq, qırışmamışıq, əstağfurullah, əstağfurullah. Yəni mən yenə də deyirəm, mən heç vaxt nə Toliki, nə bir başqasını buradan təhqir eləmərəm. Həddimə də deyil, haqqıma da deyil, nə də mən elə bir insan deyiləm. Nəsə sözüm olsa, Tolikin məndə nömrəsi var. Zəng eləyərəm, özü ilə danışarım. Ekranları bəyənən uşaqlar. Mən yenə də deyirəm, nəysə, mənim problemim bugünkü gündə heç nə. Mən bir dənə Fərəhə görə narahatam. Çünki gördüm, hamı Fərəhə çox daş qalaq elədi. Mən yenə də buradan səslənirəm. Valla Fərəh öz qızımızdır. İndi Azərbaycan xalqıyıq da, birimiz səhv danışarıq, birimiz nəsə düz ifadə eləyə bilmərik, fikrimizi düzgün çatdıra bilmərik. Gəlin biraz anlayışlı olaq, nəzakətli olaq. Fərəh də öz qızımızdır, saf qızdır, pis qız deyil, insandır da. Yəni mən yenə də deyirəm, o orada görsən, hələ o yenə də çıxdı, öz böyüklüyünü göstərdi, çıxdı, üzr istədi. Ancaq o Azərbaycan xalqına demədi, o dedi, burada əyləşən xanımlaradır, xanımlar eşitsin. Burada əyləşən, o sözü deyib o. O, axı Azərbaycan xalqına deməyib. Aşağı düşdünüz nədir mənim sözüm sizə? Yönelirəm pamardan, evə qalxıram. Su içirəm, burada putulka zat göstərəndə şey gəlir, askı gəlir, ona görə. Ekranları bəyənək. Bəli. Uşaqlar, ekranları bəyənək. İnşallah yaxın günlərdə gözəl musiqilər, gözəl kliplər, gözəl mahnılar gəlir, yeni mahnılar gəlir. ...20 fevral sabahı da məclislərdə. Bu günlər uşaqlar o qədər yorulmuşam, ora qaçmışam. Bu günləri efirdəydim. Ondan sonra sabah da efirimiz var. Allah qoysa, ayın 27-si də efirimiz var. Sonra 25-i də efirdəyəm. Çok sağ ol. Allah hamurlusun yetirsin. Allah her birimize ömür versin. Belə şey yoxdur uşaqlar. Efirlərdəyəm mən. Sabah da efirim var. Bir gün də efirdə olmuşam. Yox, mən oruç tuta bilmirəm. Allah bütün oruç tutanların orucunu qəbul eləsin. Ekranları bəyənin canlar. Kəmalə Günəşli deyərəm.
Dırnağımın biri kırılıb. Yox, mən efirlərə pul ödəmirəm. Mən pulsuzdayam. Mən efirlərə pul ödəmirəm ki. Pulsuzdayam mən. Hə, nə bilim, nəsə qırılıb. Hələ. Sırğalarım nəsə düşürük qulağımdan. Dırnaqlarımı qoyulur bağlamağa. Bağlaya bilmirəm nəsə. Dırnağım qoymuruq bağlamağa. Bağlaya bilmirəm bunları. Bir gün yorğunam. Bax, studiyada mahnı oxudum. Ondan sonra bu günləri efirimiz var idi. Oradan gəlirəm. Sonra 2 məclisimiz var idi. Onu oxudum. Artıq oruçluq girib məclislərimiz azalıb da. 2 dənə, 3 dənə, 1 dənədir. İndi dünənə qədər həmişə 4-5 məclis olur. Oruçluqda elətdə şovlardır. Ona görə. Mən iri dırnaq sevirəm uşaqlar. Bax, mənim öz dırnağım budur, görürsünüz. Baxın, dırnağım düşüb, qopub. Bax, görürsünüz, atdan da öz dırnaqlarım. Öz dırnaqlarım belədir. Mən uzun dırnaq yaraşır, qısa dırnaq yaraşmır mənə. Qısa dırnaq yaraşmır. Xeyr, mən oruç tutmuram, tuta bilmirəm mən oruç. Belə uşaqlar, necəsiz bu bir ay? Oruç tutanlar var aranızda. Всё. Dünənəcən sabahdan etibarən şovlardayıq. Toylar da dayandı. Ancaq şovlar, ad günləri, yəni belə. Oruç tutanlarımız var. Allah qəbul eləsin. Allah nə niyyətimiz varsa yerinə yetirsin. İnşallah ki Allah Azərbaycan xalqına dincilik, sakitçilik versin, sülh versin. Bu şəhərdə parodiya eləmişdi. Bu şəhərdə mənə parodiya eləmişdi. Gördüm, maraqlı alınıb amma. Yorulmuşam. Yorulmuşam yalan olan dünyamızdan. Təşəkkür ederim hədiyələr üçün, minnətdaram. Nigulya var, niyə yoxdur ki? Nigulya var. Videolar zaten hamısı Nigulya çəkir də. Evdə canlı aça bilmirəm də. Yatan var. Rahat danışa bilmirəm. İndi bu dəqiqə hamı yatışır. Ona görə. Yaxşı uşaqlar. Yorğunam, dincəlim, gözlərim bərəlib çıxır yerindən.
Heç nə uşaqlar, özünüzdən müayət olun. Gecəniz xeyrə qalsın. Şirin yuxular. İnşallah ki. Burada oruçluq girib də evdə olacam. Tez-tez canlı açacam. Eyb yoxdur uşaqlar. Zaman hər şeyin ilacıdır. Allah hamı ürəyinə görə versin. Allah açan yolu heç bir bəndə bağlaya bilməz. Bunu məndən öz bizə yadigar saxlayın bu sözü. Yəni bunu hamı bilir. Mən Allaha şükür əziyyət çəkən insanlardanam, qadınlardanam. Nə bilim evdə uşaqlar üçün həm anayam, həm atayam. Çiynimizdə böyük yüklər var. Yəni çətindir, hasad deyil onları daşımaq. Bu işlərin öhdəsindən gəlmək, hər şey çox çətindir, həqiqətən də. Allah hamının ürəyinə görə versin. Kim nə qədər əziyyət çəkir, Allah o qədərin versin. Bəli, o. Mənim qaşlarım qalındır. Əslində sevirəm qaşları, yaraşır mənə. Neyse uşaqlar, qalxım evə. Siz də yatın, dincəlin, istirahət eləyin. Çıxın bu TikTok'dan. Baxın, sizə qəşəng bir məsləhət verim uşaqlar. Gedirsiniz, hədiyyə göndərən çox sağ olsun. Gedirsiniz qəşəng, YouTube'u qoyursunuz qabağınıza. Birinci növbədə Kəmalə Günəşli yazırsınız. Ölüm sənin qucağında. Tez uzula mahnımıza bol comment like yazırıq. Sonra oradan çıxırıq. Qəşəng bir dənə. İndi kim hansı janrda kino sevir ona baxsın. Google-də də qəşəng kinolar. Film az izləsənə. Bax deyirəm. Google-yə girirsiniz, film az izləsənə. Yazırsınız, Türkçə dublaj yazanda da çıxır. Belə Rus dilində də dublaj yazanda çıxır. Kimə hansı dildə udobludur onu yazsın. Gelirsiniz, yazırsınız qəşəng kinolar, ya qorxulu, ya həyatı, ya dokumentalni, ya nə bilim zarubejni, ya nə bilim. Baxın da, axır, qəşəng bir dənə kino qoyun. Qəşəng kino baxa-baxa yuxuya gedir. İnanın, mən də çox vaxt elə eləyirəm. Qəşəng kino açıram, kino baxa-baxa yatıram. Elə xoşuma gəlir. Nə bilim, popcorn alıram, kukuruz qoyuram yağma. Sonra nə bilim, siz inanırsınız, mən sizə bir dənə söz deyim. Siz elə bilirsiniz ki, ya, mən bütün günü o TikTok'un kəşfiyyəti var, ona baxıram, xeyr. Özü paylaşımları Nigulya eləyir. Nigulya paylaşır, bizim ikisimizə də var da şey. Baxıram nə paylaşıb, bunu paylaşıb, qəşəng də əladır, все. Xoşuma gəlməyəndə Nigulya deyirəm, Nigu, bu videonu bəyənmədim, bunu çıxart, başqa görünə var, onu paylaş deyil, yaxşı. Все paylaşır. İnanın, mən TikTok'da, Instagram'da çox vaxt geçirmirəm. İnanırsınız? Çünki ikisi də Nigulyadadır. Paylaşımları da o eləyir, PR-ımı o aparır. Yəni, mən paylaşım zad eləmirəm. Başa düşdünüz? Elə hamısını öyle kəşfiyyətə yəni az baxaram. Mən ən çox vaxt ayırdığım şeylər kinoya baxım, mahnılara qulaq asıram YouTube'da məsəl üçün. Hansı ki mahnılara istəyirəm qulaq asıram. Yəni belə şeylər. Mən çox TikTok'un kəşfiyyətinə baxan deyiləm, inanın. Neyse uşaqlar, gecəniz xeyrə qalsın. Hər biriniz inşallah Allaha əmanət olun. Əsas o da hər şey yaxşıdır. Hər şey öz qaydasındadır. Yəni bu həyatda hər şeyin bir çarəsi var ölümdən başqa. Bir də ölümə çarə yoxdur. Qalan hər şey düzələn şeylərdir. Hər şey düzələn şeylərdir. İnşallah yaxşı olar. Hələlik.